Ağcabədi rayonunda fəaliyyət göstərən və pendir istehsalı ilə məşğul olan səxlərdən birində gigiyena qaydalarına əməl olunmaması ilə bağlı daxil olan məlumatlar ciddi narahatlıq yaradır. Bildirilir ki, sözü gedən istehsal məntəqəsinin sahibi Asif adlı şəxsdir və səxdə sanitariya normalarına lazımi diqqət göstərilmir. Məlumatlara görə istehsal prosesində təmizlik tələblərinə riayət olunmaması, işçi heyətinin xüsusi geyimlərdən istifadə etməməsi, avadanlıqların və istehsal mühitinin gigiyenik vəziyyətinin qənaətbəxş olmaması kimi hallar müşahidə olunur. Bu cür nöqsanlar isə istehlakçılara təqdim olunan məhsulların keyfiyyətinə və insanların sağlamlığına potensial risk yarada bilər. Qida məhsullarının, xüsusilə də gündəlik istehlak olunan süd və süd məhsullarının istehsalında sanitar gigiyenik qaydalara əməl olunmaması qanunvericiliyin əsas tələblərindəndir. Bu tələblərin pozulması həm istehlakçı hüquqlarının tapdalanmasına, həm də ictimai sağlamlıq üçün təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər. Məsələ ilə bağlı aidiyyatı qurumların Qida Təhlükəsizliyi Agentliyinin və digər nəzarət orqanlarının məsələni araşdırması, faktların yerində yoxlanılması və qanunvericiliyə uyğun tədbirlərin görülməsi vacib hesab olunur. Eyni zamanda sahibkarların məsuliyyətini dərk edərək fəaliyyətlərini qanun və gigiyena normaları çərçivəsində qurması cəmiyyətin ümumi mənafeyinə xidmət edir. Məsələ ilə bağlı üzümüzü tuturuq bütün aidiyyatı qurumları və güc strukturlarına xahiş edirik ki, tezliklə bu məsələ ilə bağlı ciddi araşdırılma aparılsın və qanun çərçivəsində lazımi tədbirlər görülsün. Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.